Salam, kekimiz üçün 1 stəkan şəkər tozu, 3 ədəd yumurta ağarana qədər qarışdırırıq. 1 stəkan duru yağ, 1 stəkan yarım süd, 1 stəkan yarım un, 1 paket vanilin, 1 paket kabartma tozu, 5-6 xörək qaşığı bitter və yaxud da normal kakao əlavə edib qarışdırırıq mikserlə. Sonra borcamı yapışmasın deyə yağlayıb, töküb 180 dərəcədə 35 dəqiqə bişiririk. Kekimiz soğuyandan sonra kəsirik ki, sosu içərisinə gözəlcə qarışsın. Mən sosu üçün hazır sosdan istifadə etdim. Siz kakaodan da istifadə edə bilərsiniz. Mən hazır sosa 5-6 xörək qaşığı şəkər tozu, yarım stəkan duru yağ, 2 stəkan süd töküb qarışdırıb 5-6 dəqiqə ocaqda qarışdırdıqdan sonra soyumağa qoyuruq. Soyumaqdan sonra tökürük keksimizin üzərinə. Təzədən şəklini çıxardırıq ki, itməsin. 5-6 saat dinləndirdikdən sonra üzərinə istədiyiniz şəkli verib yeyə bilərsiniz. Afiyet olsun.